Kevin Carter 20-ci əsrin ən çox müzakirə olunan fotojurnalistlərindən biridir. O 1960-cı ildə Cənubi Afrika Respublikasında anadan olub və apartheid dövründə baş verən zorakılıqları sənədləşdirən Bang Bang Club adlı fotoqraflar qrupunun üzvü kimi tanınıb. Bu qrup atəş səslərindən qaçanların əksinə hadisələrin mərkəzinə doğru gedən fotojurnalistlərdən ibarət idi. Onların məqsədi həqiqəti gizlətmədən göstərməkdir. Kevin Carter'i dünya miqyasında tanıdan hadisə 1993-cü ildə Sudanda çəkdiyi bir foto oldu. Fotoda aclıqdan taqətsiz düşmüş bir uşaq və onun yaxınlığında ölümünü gözləyən leşiyən quş təsvir olunurdu. Bu şəkil qısa müddətdə qlobal simvola çevrildi və Afrikadakı aclığın miqyasını bütün dünyaya göstərdi. Foto 1994-cü ildə Kevin Carter'ə Pulitzer mükafatı qazandırdı. Lakin bu uğurla yanaşı ciddi etik müzakirələr də başladı. İnsanlar fotoqrafa uşağa kömək etməməkdə günahlandırırdı. Bu hadisə fotojurnalistikanın ən çətin suallarından birini gündəmə gətirdi. Fotoqraf hadisəyə müdaxilə etməlidirmi, yoxsa sadəcə şahid olmalıdır? Fotojurnalistikanın əsas prinsipi həqiqəti olduğu kimi göstərməkdir. Bu peşə çox vaxt etik boz zonada fəaliyyət göstərir və obyektivliklə insanlıq arasında sərhəd həmişə aydın olmur. Kevin Carter'in fotosu milyonlarla insana təsir etdi. Humanitar diqqət yaratdı və tarixə düşdü. Amma eyni zamanda bu şəkil fotojurnalistlərin üzləşdiyi psixoloji və mənəvi yükü də ortaya qoydu. Onun hekayəsi bizə xatırladır ki, fotojurnalistika təkcə kamera arxasında dayanmaq deyil, həm də ağır həqiqətlərin şahidi olmaq məsuliyyətidir. 1994-cü ilin 27 iyulunda Kevin Carter 33 yaşında intihar edərək həyatına son qoydu. Onun ölümü fotojurnalistlərin üzləşdiyi psixoloji riskləri və bu peşənin nə qədər ağır məsuliyyət daşıdığını bir daha gündəmə gətirdi. Kevin Carter'in hekayəsi bugün də fotoqrafiya tarixində təkcə bir şəkil deyil, həqiqəti göstərməyin bəzən nə qədər ağır bir yük olduğunu xatırladan bir dərs kimi qalır.